Yine de Allah sen şehitlerimize rahmet eylesin. Hayır kendimiz, hayır kendimiz. Ama yine de şükür bir arkaplanda da bütün ne kadar ki burada uyuyan babalar, neneler, dünyasını değişenlerimiz Allah hamısına gani rahmet eylesin. Şehitlerimizle başta olmakla. Allah Orucu Birliğinin idare heyeti, Zabir Paşa hamısını Allah canlarını sağ olasın ki elə bura yavaş yavaş axının ilk nöqtəsidir. Davamı da olar Allah'ın köməkliyi. Həm ol, sən də sağ ol. Həmişə kadrlara. Sağ ol, sağ ol. Sağ olsan bunu Yamədin qardaşımız da həmişə işıqlandırır. Yenə də ne bileyim, buralarla bağlı o qədər xatirələrimiz var. O qədər xatirələrimiz var. Baxıram, bax buradan. Neçə illər rəhmətlik adam deyir, burada termometri işlədiyi vaxtlar. Uşaqlığımızın ilk çağları hamısı bax bu yollarda keçib. Buradan fermanın yanından buradan keçmişik. Daşlı təpiyə, oradan çölməkliyə. Hayf. Allah nəhlət eləsin düşmənlərimizə. İnşallah indən belə yaxşı fikirləşək, yaxşı olsun. İnşallah. Yenə də yaxşı olar Allah'ın köməyi ilə. Sağ ol qızım, sağ ol. Ha, küreyle patlaka yoktu öyle mi bu? Bir de böyle. Körpünün altına düştü ve salım. O yol getirip çıkardı bizi bu. Çetin olacak. Yağışsın. Gömer Arkadaşlar muhayli çay diyor. Ha şu. Çalsa bir iki veya çala katmışım. Dedim uşaqlar oturar burada, giderik burada işte. Allah kardeşlerim ölenlerine rahmet eylesin, köməyiniz olsun. Bir de olsun. Allah canını sağ eləsin. Bundan gözəl Bilirsən, bazı adamlar deyir ki, Bilmem, ne oldu? mal girəcək, qoyun girəcək. Ay qardaş, mən dirənmişəm ki, bu kənd mənim kəndimdir. Mənim kendim burada tikin. Bak söhbət bunun başında. Aynen. Bak bu onu deməkdir. Burada ayrı bir söhbət yoxdur. O qəbristanlığın qırağında bəli biz setkalamalıyıq. Ora mal qoyuna aydın məsələdir girməyəcək. Amma qoyun olsun da qardaş. Niyə olmasın ki? Onu sen bilirsən. O vaxtı Səhrət müəllim vardı. Allah da rəhmət eylesin. Allah'ın səhvəsin. Buradan 5 hektar yer verdi qabristanlığa. O da yonca. Benim Noruz'da kıştı. Bugün hamımızı yığıştık geldik neyse bir iş görək. Ancaq setkal çəkmək işimiz alındı. Aldı. Arada gelip neyse eləyərik. Çünkü yağış həddindən artıq yağır. Biz oraya heç bir keçə bilmirik. Adamın prognozuna baxmışsın. Prognozu dünən burada baxdım. Saat 3 kimi yağış göstərmir. Ben varsa net gidecek.
Ketkanın altına yık onu. Orada yerini. Sen gel. Allah canını sağ olasın. Sağ ol. Sağ ol kardeş, ne iş görürse hava hoşlar olsun. Bəli, bəli, sağ ol. Güzel vatanımız. Allah özü o günler eylesin ki inşallah halkımız, milletimiz, cemaatimiz gelsin öz vatanımıza. Yolumuzda yığışsın Allah'ın Amin. Allah o günler eylesin. Allah tüm şehitlerimizden sana rahmet eylesin. Amin. Sen de elinden Allah rahmet eylesin. Hamısı bizim əzizlərimiz. Gel buna bir görsün mü? Ya sen cengaver olsun ya. Sen benim oğluyum. Tanımırdım. Tanışlık verdim. Geleceğe vatanımızın evlatları tutturuz inşallah. Ve yolumuz siz gençlerin elinden. Biz görecek köyümüzün Allah bilir ama inşallah sizler bak o güzel vatanımıza. Vatanımızın evlatları, aileleri olasın Allah'ın köməkliği. Allah o günleri eylesin. Söz alın mı? Buyur. Oyunlu olma. Oyunlar mı? Takip olasın. Bugün kendimize geldiğimiz için çok sevinçli yani. Danışmana doğrusu biraz kesinlikle çekiyorum. Geldik, ayağımızdan elə bir yağış sel getirir. Bakmayaraq bu işlere, nəzərdə tutulan bütün işleri demək olar ki görmüşük. Uşaqlar sağ olsunlar, hamısı çok operatif işləyirlər. Hamı ürəkdən işləyir. Gözəl şərait yaradırıq gələcəyimiz üçün. Digər tərəfdə də kənd qəbirstanlığı inşallah gəldik ki, Qələmətdə onun yanı yerəsin bağlayıcı, nəzərdə tutulmuş işdir. Bir daha deyəm, çox sevmişliyəm kendime birinci dəfə gəldiyim için. Allah abad eləsin kendimizi. Gün olsun kendimiz fikirsin, yaradırsın, fikrin içine də gələk. Çünkü gəlişimiz daimi olsun, mütəmadi olsun. Sağ ol. Allah çok sağ ol. Allah canını sağ eləsin. Bugün senin gəlişin ayağın uzalıdır, çoxdandır. Yağış yağmırdı. Bak elə bu yağış da vallahi bir aydınlıqdır. Ağaçlarımız çok sərbəstdir, su içdi. Yoldaşlar da, kardeşler de her birisi ürəkdən işləyirlər. Şəhidlər Xəyabanında bu şeybenin yayılması elə bir böyük bir işidir. Bu işleri gördük. Her bir kəsə, bugün burada iştirak edən kardeşlerin her birisine ayrı-ayrı söz minnətdarlığını bildirir. Allah sizleri korusun. Novruzlu günler sizlere kısmet olsun. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə də kömək olsun. Sağ olun. Onların hesabına bugün burada durmuşuq. Yaradırıq, yaşayırıq, işləyirik. Sağ olun. Hey. Lütfen yapalım.
Ağaç koysun ona İlgaz. Yok görürdü. Allah sana rahmet eylesin. Tabii sen de rahim yapacaksın. Herhalde karada bakacak. Oraya bak o yönden. Bir kuruş kaldı. Buna baktı. Kuru yanında söyledi. Necik vurulsa bəsdir bura. Böyle vurulsun yeni genelde sağa da. Satacak diye bırakıyorlar bak. Düğün ağaların emeğini tutu günahlandırmak. Evet. Hamımızın meğeneli olduğumuz ne bunu ilemek? Hamı. Allah şəhətlərimizə rəhmət eylesin. Allah Taala bütün cəmaatımızın hamısına gəlib buraları görmək və doğrultuda inşallah yaşamaq qismət eləsin. Açlar. Geldim, hadi. Ağaçlarımız yedik. Hangi deyirsən? Onda sualtı yoxsun. Noruzda ağaç yarı malik kim ola bilər? Yok. Satır başqa da. Neyse belə aldı yanına. Mən yıllardan soruşdum dedi ki, oldu. Oldu. Ama hem de şartlar. Orada xeyli pul var. Mağdurun gelirsen. Bakmadı, bakabilir. Çok şad oldum düğünleri, Xaloğlu'nu da gördüm. Onlar hamısı keçilərimiz görürsüz. Hamısı düğün deyəsən köməyə gəlmişdi. Müharibədən qayıtmıyor. Amma təəssüf ki, yenə yağış imkan vermədi işləməyə. Arzu edirəm ki, növbəti ilin bu vaxtı kəndimizin əməli qoyulsun. Tikinti, quraşdırma işləri başlasın. Biz də
ruh yüksəkliyi ilə belə gələk iştirak edək, tikinti, quraşdırma, abadlıq işlərində. Çox gözəl hisslərdir, gözəl anlardır, yaşayırıq. Gönül hissi duyuram bugün burada olmağımı. Fəxr edirəm ki, mən Ağdamlıyım, mən Qarabağlıyım, mən Novruzluyum. Yaşasın Azərbaycan, Qarabağ Azərbaycan. Allah ömür versin, gələk burada. Amin. Allah sağlar. Ay ay. Allah bütün şəhətlərimizə sənə rəhmət eləsin. Qazilərimizə can sağlığı. Allah rəhmət eləsin. Şükür bu günə. Gəldik Novruzluya, Ağdama çatdıq. Allah şəhətlərimizə qəni rəhmət eləsin. Yerləri beşli olsun. Canım şəkil lazım desək ki, abi mindirlər, Zaten dolar ortalıkta getdi. Sen kimse tanımam. Sağ olun. Sen tanıdın. Ha, ya.